özündən 20 yaş böyük şəxslə evlənməsi və ailəli kişi ilə ailə qurması Azərbaycan dinləyicisinin daha çox diqqətini çəkib və yadında qalır. Söhbət təbii ki, Xədicə Abbasova və Azərbaycanın böyük bəstəkarlarından olan Emin Sabitoğlu'dan gedir. Xədicə Abbasova haqqında maraqlı faktlar təqdim edəcəyik. Başlayaq. Mən görəndə orada yaz səhəridir, xoş nəfəs baharın küləkləridir. Abbasova Xədicə 1957-ci il yanvarın 1-də Bakıda doğulub. Orta məktəbi başa vurandan sonra 17 yaşında Rəşid Behbudovun dəvəti ilə mahnı teatrına solist kimi dəvət olunub. Hələ 10 yaşı olanda məşhur bəstəkar Emin Sabitoğlu'nun Dərələr mahnısını eşidib və çox sevib. Xədicə günlərin birində gözlənilmədən mahnı teatrında Emin Sabitoğlu ilə rastlaşır. Orta boylu, saçları dağınıq, biraz da tündməcaz olan Emin Sabitoğlu Xədicə ilə rastlaşanda onun yanındaca Rəşid Behbudova deyir: "Bu müğənniyə oxşamayan qaraqura qızı hardan tapmısan?" Emin müğənniyə bənzəmədiyini deyən həmin o qara qızla illər sonra 1979-cu ildə vətəndən çox uzaqlarda İsveçdə görüşür və bu görüş Emin Sabitoğlu'nun həyatını alt-üst edir. Axşam konsertlərinin birində Emin Sabitoğlu Xədicəyə yaxınlaşır. Xədicə isə qəsdən onu tanımadığını deyir. Ətrafda olan hər kəs təəccüblənir ki, Emin Sabitoğlu'nu necə tanımamaq olar? Daha sonra Xədicə deyir: "Hə, siz mənə qaraqura qız deyən Emin Sabitoğlu'suz." Emin Sabitoğlu isə ona deyir: "Bir." Bundan sonra Xədicə Abbasova Gülarə Əliyevanın Dan Ulduzu ansamblında oxumağa başlayır. Burada həm Emin müəllimlə, həm də digər bəstəkarlarla çalışır. Elə həmin ərəfədə Xədicə Abbasova Səhər Görüşləri adlı bir verilişdə Emin Sabitoğlu'nun bəstələdiyi Payız Gəldi mahnısını ifa edir. Payız gəldi, uçdu getdi quşlar, sən də getdin, bax yağdı yağışlar. Bu mahnını oxuyandan sonra Xədicə bir gecəyə məşhurlaşır və Emin Sabitoğlu ilə daha sıx çalışaraq Gəmiçi qardaş, Sıravi Əhməd, Hacıkəndə gedən yollar, Gecə yağışı, Mən sizə gələcəm, Çiçək yağışı, Aman ayrılıq, Güllər mahnılarını oxuyur. 1987-ci ildə 50 yaşlı Emin Sabitoğlu ailəli ola 30 yaşlı yenicə tamam olan Xədicəyə evlənmək təklif edir. Xədicə isə onun qarşısına şərt qoyur ki, qızını toy edib köçürtsün, sonra evlənsinlər. Xədicə ilə Emin Sabitoğlu ailə qurandan sonra onları qınayanlar da çoxalmağa başlayır. Müğənni müsahibələrinin birində bu haqda deyir: 1982-ci ildə Emin Sabitoğlu'nu mərkəzi komitəyə çağırıb dedilər ki, ya Xədicə, ya partiya bileti. O da bileti qaytarmışdı. Emin şanslı insan idi ki, onun həddi buluğa çatmış övladı var idi. Onun balaca uşaqları olsaydı, heç vaxt ondan ailə qurmazdım. Bizim aramızda 20 yaş fərq var idi. Mən heç bir zaman yanımda yaşlı insan var demədim. Bunu nə anladım, nə də hiss etdim. Daha doğrusu, o mənə bunu heç zaman hiss etdirmirdi. O zamanlar bizi çox qanadılar. Emin müəllimin də, mənim də ailəmdən bu izdivaca narazı olanlar var idi. Ətrafdakı insanlar isə fikirləşirdilər ki, bu cavan qız necə oldu ki, ona aşiq oldu. Hətta deyirdilər ki, mahnılarına, puluna, var-dövlətinə görə ərə gedir. Bizdə heç nə əvvəldən planlaşdırılmamışdı. Onunla gecə-gündüz işləməyimiz bizi bir-birimizə daha da yaxınlaşdırdı. Əlqərəz bir gün dedi ki, gəl bir dəfəlik ailə həyatı quraq. Mən sənsiz yaşaya bilmirəm. Atam bu izdivaca razılıq verməkdə çətinlik çəkirdi. Çünki Emin hələ ailəsindən ayrılmamışdı. Boşanma işləri bitəndən sonra biz ailə həyatı qurduq. Ortalıqda heç bir var-dövlətdən söhbət gedə bilməzdi. Biz ailə həyatı qurandan sonra Razin deyilən ərazidə uzun müddət kirayədə yaşamışıq. Halbuki bir daha qeyd edirəm ki, həmin vaxtlar bizim haqqımızda deyirdilər ki, yəqin ki, Xədicə Emin Sabitoğlu'nun var-dövlətinə görə onunla evlənib. Onlar ailə qurandan sonra Emin Sabitoğlu'nun anası İsmət xanım Xədicəni gəlin kimi qəbul eləmir. Onunla heç bir əlaqə qurmur. Əksinə,
oğlunun birinci xanımının yanına köçür, onunla yaşamağa davam edir. Ancaq zaman keçdikcə o Xədicənin oğluna yaxşı baxdığını, oğlunun da onunla xoşbəxt olduğunu görüb inadından əl çəkir. Emin Sabitoğlu birinci xanımından ayrılsa da Xədicənin təkidi ilə övladı Ceyrana baxır, qayğı göstərir. Birinci xanımı ilə isə ünsiyyətini məhdudlaşdırır. Bəstəkar Xədicənin təkidinə görə övladının anası ilə dünyasını dəyişməzdən 2 il əvvəl barışır. Onların izdivacından Xədicə 2 dəfə ana olmaq şansı qazanır. Lakin o övladının birini 1989-cu ildə hələ Bakıda olanda itirir. Digərini isə Türkiyəyə köçüb orada yaşadığı ərəfədə 1993-cü ildə. Beləliklə bundan sonra heç zaman ana olmayan Xədicə bütün mehrini Emin Sabitoğluya salır. Uşaq kimi onun qayğısına qalır. Doğrudan da bir yaradıcı insan üçün, xüsusən də bəstəkar üçün bundan fövqəladə, bundan gözəl bir hadisə ola bilməzdi. Və Xədicə də bir müəllif kimi, sənət adamı kimi bunu çox gözəl başa düşürdü. O Emin Sabitoğlu ilə bağlı danışarkən deyir, o mənim həm atam, həm müəllimim, həm yoldaşım, həm də övladım idi. Mən 2 oğlan övladı dünyaya gətirsəm də onları sonuna qədər yaşada bilmədim. Bütün analıq hissimi Eminə vermişdim. Mənə deyirdilər ki, sən onu uşaq kimi saxlayırsan. Bəlkə də yanımda Emin yox, başqası olsaydı böyük depressiya yaşayardım. Demək ki, qismət deyildi. Allahın yazısına inanıram, buna görə heç üzülmürəm də. Söhbət təbii ki, onun itirdiyi övladlarından gedirdi. Xədicənin uzun saçları olsa da Emin onu qısqandığı üçün elə onun təkidi ilə də saçlarını kəsməyə məcbur olur. Emin Sabitoğlu 2000-ci il noyabrın 2-sində Türkiyədə ad gününü qeyd edir. Axşam qonaqlar gedəndən sonra Xədicəyə deyir ki, təzə mahnı yazmışam. Adı Əlvida bu son gecə, salamat qal Xədicədir. Noyabrın 12-sində Bakıya qonaq gələn bəstəkar çatandan 3 saat sonra gözlənilmədən dünyasını dəyişir. Onun ölümündən sonra Xədicəni sevənlər və onunla evlənmək istəyənlər çox olsa da müğənni heç kimlə ailə qurmur. Hətta rəfiqələrindən biri ona qardaşı ilə evlənməyi təklif etsə də Xədicə israrla bu təklifi rədd edir. Özü tək başına və böyük ehtiyac içində yaşayır. Emin Sabitoğlu'nun royalını satır. Ancaq sonradan o toparlanaraq musiqidən uzaqlaşır, biznes sahəsində fəaliyyətə başlayır. Müğənni hazırda Türkiyədə yaşayır və zaman-zaman Azərbaycana gələrək televiziya proqramlarına çıxır və o təbii ki, Azərbaycanlıların yaddaşında qalan keçmiş mahnılarını da səsləndirməyi unutmur. Müğənniyə Xədicə xanım Abbasovaya Tanrıdan sağlamlıq və uğurlar arzulayırıq. Salamat qalın.